Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Bomba, günün bombası gəlir. İndi deyəcəklər ki, bu qızla dişləri qalıb çöldə gülür ancaq dişi. Sən qurban olaram mən. Sən əcəb eləyirsən. Sən müsbət enerji götürürsən mənə və məndən hiss edirəm ki, izləyicilərə də ötürürsən. Ona görə. Bax Aysu. Ringdə, söhbət ringdə gedir, döyüşdə. Kimi nakauta salmaq istəyərsən? Xanım yoxsa? Xanım, kişilərdən söhbət getmir. Hazır ol, gir! Belə yaxşı oğlansansa, atasız qızı tut əlindən elə ver qabağa da. Sən həmişə mən səni Aysu pozitiv görürəm, belə gülər, belə qəşəng, əhval-ruhiyyədə maşallah, həmişə də belə qal. Təşəkkür edirəm. Bunun arxasında nə durur? Özünü belə göstərirsən, yoxsa doğrudan da budur? Çünki bəzən elə insanlar, gülən insanların həmişə dərdi böyük olur. Bəzən həqiqətən də məcbur oluram, çünki burada çətin vəziyyətlər olur. Mən belə deyim də, mən atamı itirəndə mənim 9 yaşım var idi. Mənim anam da xəstədir. Yəni, çox gözlənilməyən bir anda mənim atam rəhmətə getdi gözümün qarşısında. Mən parkda işləyirdim, boks aparatında. Günü 10 manatı işləyirdim. Səhər saat 8-dən axşam saat 12-yə qədər. Valla birdən mama arxamda çörəyin arasına kartoşka falan qoyub gətirəndə, yəni mən skamyakada yaxtırdım, yəni yuxum o qədər gəlirdi. Bəzən elə olurdu ki, dərsə də gedirdim, saat 10-da gəlirdim işə, saat 7-yə qədər işləyirdim, oradan çıxırdım, gedirdim məşqə, məşqdən saat 10-da gəlirdim, saat 1-ə 2-yə qədər gecə parkda işləyirdim ki, bəlkə mən 5 manat, 10 manat falan verərlər ki, mən evə ujan nəsə aparım. İnanın ki, bəzən elə olub ki, yasamalda məşq edirdim, yol pulum olmurdu, anama demirdim. Yasamaldan mən, yəni Ayna Sultanovaya qədər ayaqla peşkom düşür. Qalma, məsafəni saxla, məsafəni, gir çıx. Özünü, gir çıx. Canlılarda yəqin siz də görürsünüz, deyirlər ki, mən rastlaşdığımı deyirəm də, kommentarlərdə neçə vaxt izləyirəm sizi, araşdırıram, bu da mənim bir borcumdur. Orada yazırlar ki, soğuk yazır, evlənsəydiz canımız qutarardı. Hə? Bu sualı Aysu sən cavab versən, yoxsa Elmi müəllim verir? Cavab verirəm bu suala. Elə? Yaxşı, onda Elmi müəllim müsahibəsində. Mən müsaadənizə verəm. Az sonra. Sən bu cür suallara, belə deyim də, qıcıq olmursan ki? Yox, belə şeylərə qıcıq olmuram. Sadəcə deyirəm ki, Allahın insanlar nə qədər gerizekalıdır. Valideynlərin, anan heç nə demir ki, yəni Belə deyim də, sizə mən 2 ildir ki, mən Elvi müəllimin yanındayım. Yenə bildirirəm ki, demək olar ki, məndə bir ata boşluğu var, bir yer var və Elvi müəllim də onu məndə həqiqətən də doldurur. Yəni burada tanıyanlar bilir, Ayna Sultanovda Dərnəgül var. Dərnəgüllə biraz Dərnəgül biraz apaslı yerdir də. Elə bir ki, Dərnəgüllə bizim bir dostumuz var, əmisi oğluydu. Bu Aysu yanıma gəlindən sonra bunun əmisi oğluyla mən danışdım. Əmisi oğlu da yəni, çox hörmətli qardaşımızdır, Allah kömək olsun, Allah qapısını açsın, yəni cəmi dustaqlarına Allah qapısını açsın. Dedi, qardaşım, o ailədə kişi qayğısı görməyib. Amma anası kişi qeyrətli qadın, Nigar xanım əllərindən öpürəm, bu cürlə dünyaya övlad gətirib. Dedi, kişi ailədə kişi, bəli, ata dedi. Doyunca görməyib. Dedim, qardaşım, məni tanıyırsan da, bir kəlmə. Pis yox. O, bu 2 ildir ki, mən bu qızı bax, belə saxlamışam. Bu qıza mənim bir dənə dediklərim odur ki, Aysu, vaxtının, zamanının qədrini bil. Çünki həyatda hər bir şey geri qaytarmaq olur, amma vaxtını, zamanını qaytara bilməyəsən. Sənin əlində nə qədər imkanlar, şərait varsa bugünkü gündə bunu dəyərləndirməyə çalış. Çünki 1-2 ildən sonra sən başqa məsuliyyətlər fikirləşəcəksən. Çünki yaşı, bu pozitiv, siz Aysuz belə pozitivdir. 1-2 ildən sonra bu qalmayacaq. Çünki yaş keçdikcə insanda məsuliyyət biraz kaprizləşir. Məsafəni qoy. Allah yoruldum. Allah yoruldum. Cevap mısın sorun olsun? Qəşəng. Təşəkkür edirəm.
Elə bilirlər ki, nə bilim, bunlar bir yerdədirlər, ilişkilər falan. Hə, belə şeylər. Ona görə də bunlar mənə qıcıq eləmir. Çünki olmayan bir şeylərdir. Olan şeylər danışsınız, bəlkə də biraz qıcıq olardım sizə. Və 26 il ərzində mənim çox tələbələrim olub. Yəni qız idmançılarım olub, oğlan idmançılarım olub. Sadəcə olaraq Aysu ilə TikTok sosial şəbəkəsində formalaşdıq deyə. Ona görə biraz tənqidlər çox oldu. TikTok sosial şəbəkəsinə Aysu ilə biz birinci trend eləyib daxil oldum mən. Siz, Naim, tam səmimiyyətimlə mən sizə deyim. Əgər TikTokda, əgər məşhur olmaq istəyirsənsə Azərbaycanda, üzr istəyirəm ifadəmi, gərək nəsə bir dənə belə pis bir hərəkət eləyəsən ki, sizi qınasınlar, ondan sonra tanısınlar. Bizdə mənim bir videom var idi, bizim nabivka videolarımız çıxmışdı, ayaqlara vururuq. Bax, orada həmən ilk videomuzda TikToka biz elə daxil olduq. Milyon nə qədər baxışlar var. Bəli. Neçə yaş? 17. Neçə ildir idmandasınız? 7 il. 7 il, ay maşallah. Sırf bu kickboks üzrə ilə idmandasınız, yoxsa hansı idman? Yox, ilk taekvondodan başlamışam. 2 ildir ki, kickboksda Elvi müəllimin yanında davam edirəm. TikTokda gəlir olur? Yox. Olmur. Bilirəm olmur, az olur. Baxır kimlərdə yaxşı olur, kimlərdə yaxşı olmur. Əlbəttə, çünki dağırdan da tam səmimi bir şey deyim. Baxırsan ki, kişidir, amma elə hərəkətlər eləyir ki, bu adamın kişilikdən xəbər yoxdur. Digər ki, baxırsan buna nələr atırlar, nə edirlər buna, gedib TikTokdan cəmaət ev tikir. Altına maşın alır, nə bilim, birinə maşın hədiyyə verir, birinə villa. Baxırsan ki, idmançıyam mən. Mən kimləsə pul istəmirəm, nə bilim, hədiyyə istəmirəm, ev istəmirəm, maşın istəmirəm. Sadəcə dəstək, sadəcə biraz ruhlandırmaq, sadəcə biraz mənəvi dəstək. Orada görülüb. Döyüş ortasında sarı qızın da reklamı getdi. Aysu, mənə maraqlıdır, idmançı qızsan. Bəli. Olub ki, küçədə, bayırda, hardasa nəsə sənə oğlanlar söz atıb, onun cavabını idman hərəkətlərindən vermisən. Əslində biz idmançılar belə deyim, çox səbirli, çox sadə olurlar və nə bilim küçədə dava-dalaş həqiqətən də heç bizə görə deyil. Amma həqiqətən də bəzən elə gətirir ki, bəzən elə məqamlar olur ki, özünü müdafiə eləmək məcburiyyətində qalırsan. Bir dəfə yay vaxtı idi, həqiqətən də başıma belə bir hadisə gəldi. Axşam vaxtıdır, düşdüm ki, parka gəzməyə. Arxamca bir oğlan düşüb, amma doğrudan da hiss eləmirdim mənim arxamca düşməyinə, fərqinə belə varmadım. Sonra gəldi, oğlan mənə yaxınlaşdı, normal şəkildə uzaqlaşdırdım ki, yəni xahiş edirəm yolumuzla davam edək. Bir dəfə, 2 dəfə deyəndə mən düşəndə aşağı əlini atdı mənə arxadan, məni çəkdi. Mən bunu bir priyon işlətdim ona, bedro deyilir, indi güləşçilər falan daha yaxşı bilər. Atdım belə, çox da yaşlı adam, deyim bir 30-35 yaşında falan olardı. Bir dənə vurdum, telefonumu falan götürdüm, getdim. Yəni bəzən doğrudan da indi mən bunu bilirəm, mən özümü müdafiə edə bilirəm. Mənim yerimdə başqa biri də ola bilərdi, daha az yaşlı ola bilərdi və yaxud da yaşı daha çox biri ola bilərdi ki, qarşı tərəfə müdaxilə edə bilməzdi. Yəni buradan əlimdə bir fürsət varkən də xanımlara, böyüklərə, kiçiklərə, hər kəsə yəni tövsiyə bildirmək istəyirəm ki, bacardığınız qədər övladlarınızı, qızlarınızı, oğlanlarınızı idmana daha çox yönəldin. Və gəncləri də buradan səslənmək istəyirəm ki, narkomaniyaya yox deyək, pis fərdişlərə yox deyək və mən bir idmançı olaraq hər birinizdən xahiş edirəm ki, əlimizdə nə qədər fürsət varsa, hər birimiz sağlam yola, elə ən əsası da idmana yönlənək. Yaxşı təzbiq eləməsən, zədə ala bilərsən. İdmançının narkoman olmağı biraz tez olur. Niyə? Maraqlı. Bax, mənim də sual maraqlı idi ki, niyə idmançılar, mən görürəm narkoman idmançılar. O necə ola bilər? İdmançı kasıb olur. Aha. Mən 26 il idmandayım. Hər bir idmançının yanında bahalı dostu olur. Biz idmançıdan vuran əli oluraq indi. Bəli. Hər bir də bir imkanının yanında bir vuran əl idmançı var. O şot, bu restoran, idmançı da bədən tərtəmiz.
görür bütün gün diskoteka, nə bilim, ora, bura, tuda suda, başlayır. İdman qalır yarıqda, bəli, yolun azmağa başlayır. Əslində, ona görə idmançıda iradəsi hər şeyə qarşı güclü olur, bir dənə sadəcə olaraq narkotika qarşı zəif olur. Çünki bədən təmiz olur. Və o 2 gün orada, 3 gün orada, 4 gün orada və ayılır ki, nə idman var, nə bir şey var. At. At. Beşten. Beşten. Kalma. Bax, Ayşə, bu idman 7 il ərzində sənə nə verib və səndən nə alıb? Məndən nə alıb? İdman məndən çox şey alıb əslində. Yəni bir xanım olaraq normalda görürdə xanımlar biraz belə incədir, biraz belə süslü-püslü də belə deyək. İdman mənə düzdür, zədələr verib. Məsələn, burnum qırılıb, çiynim çıxıb, barmaqlarım sınıb, dəfələrlə yarışlarda, döyüşlərdə barmaqlarım çıxıb. Yəni evə sarıqlı gözümün altı, nə bilim, göy, evə o vəziyyətdə gəldiyim döyüşlərim də olub. Amma mənə həqiqətən çox təmiz, düz bir yol, düz bir həyat göstərib, mənə bu həyatı verib və bunu da bildirim ki, təsəvvür eləyin, 100 dənə ölkə var və orada bir qadın olaraq çiynində bayraq daşıyırsan. Bunun verdiyi qürur hissi, yəni insanların sevincini, insanların nə bilim, o biri gəlib adi deyirəm, mən səni izləyirəm, mən səndən fəxr edirəm. Bu mənə çox şeydir həqiqətən. Bu mənə demək olar ki, bütün dünyaları qazandırıb. Amma bununla da təbii ki, mən çox şey itirmişəm. Bizdə indi Azərbaycan mentalitetində belə şeylər var ki, qız nədir, idman nədir, oğlanların içində, nə bilim, sən şoşik geyindin, ayağın görsəndi, nə bilim, qolun açıq qaldı falan. Buna görə, necə deyim, bir çox belə qohumlarımı da itirmişəm, itirmək məcburiyyətində qalmışam həqiqətən. Ya qohum, ya idman. Aha. Mən də ki, vətənə xidməti seçmişəm. Yəni, bu mənim geyim döyüş tərzindir də. Burada biraz şou lazımdır, biraz diqqət lazımdır, biraz maraq lazımdır ki, döyüşçünün istərsən, bizdə bir söz var ki, döyüşçü ringə yaraşmalıdır. Sənin geyim tərzin, sənin obrazın, döyüşməyin, sənin şou insanları daha da cəlb edir, daha da maraqlı gəlir. Yəni, buna görə də bunlar daha üstündür, daha maraqlıdır. Mənim məqsədim Allahın izni ilə yendirəm. Bu il yaya kimi Allahın izni ilə mən Aysunu Taylanda göndərmək istəyirəm. Onun xərci nə qədərdir? Onun xərci azı $5000-dir. Gedib gəlmək. Bəli, Tayland 3 ay məşqi zadı. İndi mən bir ayda özüm gedəcəm, özüm orada kontrakt zadı bağlayacağam. İkiniz bir yerdə $5000. Bəli, ikimiz bir yerdə $5000. İnşallah bu çəkişdən sonra hansısa bir qaqaş çıxdı imkanı. Mənim bahalı dostlarım, 26 ildə məni tanıyanlar bəlkə utanar, yəni belə mənim dostlarım, tanışlarım Nazir Balalana kimi var, amma mən özümə heç vaxt yendirməmişəm də ki, mənə bir kəlmə, mənə pul ver. Bu mənə versinlər, mən verəcəm sizə. Hə, inşallah. Çerez mən götürərsiniz. Bəli, çünki mənim əziyyətim qarşılıqsızdır, qiymətsiz. Hədiyyə eləyərlər bir dənə Aysu üçün. İnşallah. Taylanda bəli. Gediş, gəliş, qalmaq. Kinolarda olur ən çox bu mən verəcəyim sual. Bir idmançı qızın qarşısına bir oğlan çıxır. Oğlan həmin qızın qəlbini oğurlayır və oğlan qıza deyir ki, ya idman, ya mən. Və sizin həyatınızda eləsi olsaydı, bir oğlan çıxdı qarşınıza, bir sevdiniz bir-birinizi ürəkdən, idmanı seçərsən, yoxsa oğlanın dediyi o ailə həyatını qurarsan? Belə deyim də, oğlan da ailə həyatı qurma, bunlar həmişə var. Yəni, mən 40 yaşımda da ailə həyatı quracam, 40 yaşımda da birini sevə bilərəm, 50 yaşımda da. Amma mən 50 yaşımda gedib indi göstərdiyim döyüşdə performansımı 50 yaşımda, 40 yaşımda göstərə bilmərəm. Çak. Qəşəng. Öz bazanda doludur da. Maşallah olsun, əkizlər bircə özüm göstərir. Hə, qəşəng. Ən azından idmançı medal üçün, axırda medal almaq üçün bilirsiniz necə əziyyət çəkib vuruşur tək Bakıda. Heç mənim elə tələbələrim var ki, mən aylıq onlara 50 manat yol pulu verirəm ki, gəlsinlər bura. Professional tələbəmdir, ona görə. Başa düşdünüz nə demək istəyirəm? Heç olmasa nazirlik, hər bir professional nə deyir, hər bir federasiyada 8 dənə çəki var da. Bir balacalara 50 manat, böyüklərə 100 manatdan. Heç olmasa yol pulum. Çünki mənim tələbəm var, 23 yaşı var, gəlir mənə deyir ki, müəllim, mənim yəni imkanım yoxdur belə elə, yol pulum zadım yoxdur, mən kart atıram ki, yol pulum zadım.
gəlsin. Biraz onlara biraz diqqət göstərsək, inşallah ki, mən inanıram ki, yaxşı olar Allah'ın izniyle. Və Aysu, bu bütün günü deyim də, bütün gündə olmasa, həftə ərzində bir neçə dəfə TikToka çıxırsan, canlıya çıxırsan, videolar paylaşırsan. Bax, elə olur ki, TikTokda sənə başqa şeylər təklif eləsinlər də. Yəni demirəm, özün indi bilirsən, tutdun nə demək istədiyimi. Belə deyim də sizə, məsəl üçün Yəni gözəl görsək qızsan, təşəkkür edirəm. idmancısan, mən demərəm sənin 17 yaşın var, deyərəm bir 22-23 yaşlı bir qızsan. O haqda istərdim ki, Əslində başıma belə bir şey gəlib. Bir dəfə yox, bir neçə dəfə gəlib demək olar ki, mən axırıncı səfər izləyənlər bilir, Türkiyədə mənim seçmələrim var idi. Oraya gedəndə bizlə əlaqə saxladılar ki, və mənim bir miqdar maddiyyata ehtiyacım vardı ki, mən Taylanda zbora gedim, məşq toplantısına gedim. Bizdən məşqçimlə əlaqəyə keçdilər ki, hə, problem deyil, siz gedin, biz sizə dəstək olacaq falan. Təbii ki, yəni indi mən də bir xanım olaraq sevindim ki, müəllim bizə dəstək olacaqlar, gedəcəyik, xəyallarım gerçək olur da, mən gedirəm falan. Nəsə biz getdik ora, hə, bəs mənə yazdılar ki, bəs Aysu xanım sizə dəstək olması, mən dedim, çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Üstündən bir saat keçimə, necəsən, neynirsən? Olar biraz danışaq, bu nə səmimiyyətdir. Yəni, insanlar həm deyir sənə dəstək olacaq, ucu ikinci kəlməsi başqa cürdür. Yəni, mən 17 yaşım var mənim, bəlkə də mən sənin uşağın yaşındayam, qızın yaşındayam. Yəni, biraz da zamanı o qədər dəyişir ki, o qədər belə pisə gedir ki, bilmirsən insanlar həqiqətən sənə dəstək olmaq istəyirlər, bilmirsən səndən istifadə eləmək istəyirlər. Yəni, zamanə ilə, mən həmişə deyirəm, mən bu zamanə qızıyam, bu zamanə uşağıyam, amma mən bu zamanə ilə ayaqlaşa bilmirəm. Siz də xidmət edirsiniz, biz də siz. Narkomaniyaya qarşı biz də sizin qolunuzu, onları çəkirik narkomaniyadan. biz Belə birlikdə güclüyük. Bəli, bir yerdə biz əl-ələ versək, biz Azərbaycan xalqı əl-ələ versək, biz çox yaxşı işlər görəcəyik. Buraxın bu pis vərdişləri. Yönlən idmana sağlam həyat tərzi, sağlam bədəndə sağlam ruh. Narkomaniya, içki, siqaret boş verin. 20 il ömrünüz varsa 5 il eləyir, qoşulun idmana. Sağlam həyatın dadını çıxardın. Nailiyyətlər, uğurlar əldə eləyin. Azərbaycanda özümə rəqib heç kimi tanımıram 45 kiloda. 45 kiloda. Şübhəsi olandakı cəsarətli sinəsim. Bravo. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki azad yaşayış özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdı. Gördüyünüz bu yer narkomaniyadan, alkoqolizmdən, oyun asılılığından və digər asılılıqlardan əziyyət çəkənlər üçün müalicə mərkəzidir. Azad Həyat Reabilitasiya Mərkəzi. Mən istifadəm olub 30 il, çox ağır istifadəm olub mənim. Çox bir yerdə mən müalicə almışam, çox bir yerdə bağlı yerdə olmuşam, amma istifadədə olmuşam. 12 ay ayıqlığım var. Burada sağalma olmasaydı, mən 12 ay burada qalmazdım. 30 il narkotik istifadəsi olmuşam. 2 il, 3 aydır ayığam. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə almışam. 17 il ağır narkotik istifadə eləmişəm. Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 22 aydır ki, ayıq həyat yaşayıram. Azad Həyat Reabilitasiya Mərkəzində yaşından, stajından asılı olmayaraq nəticə almaq olur. Nəticəmiz göz qabağında.